Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayı öncəsi bir xütbə oxudu Şəban ayında, məşhur xütbədir. Buyurur ki, qəd əqbələ iləykum şəhrullah. Allahın ayı sizə doğru gəlir, sizə üz tutub. Alimlər buyururlar, Peyğəmbər sallallahu aleyhi və səlləm burada deyə bilərdi, qəd əqbələ iləykum şəhrur Rəbbikum, Rəbbinizin ayı. Qəd əqbələ iləykum şəhrur Rəhman, Rəhmanla. Bu ki, Allah adını seçdi, buyurdu, Allahın ayı üz tutub. Buyurur, Allah adı da bütün sifətlərin, Allahın bütün əsma-i hüsnasını özündə cəm edən addır. Yəni, başqa aylarda ola bilər Allah Rəhman kimi təcəllə eləsin, Rəhim kimi təcəllə eləməsin. Ya Xaliq kimi təcəllə eləsin, Razı kimi təcəllə eləməsin. Yəni, bir və ya bir neçə adı ilə təcəllə eləsin, yer üzünə özünü göstərsin. Bu ay da bütün adları ilə özünü göstərir. Yəni, bu ayda rəhmaniyyət var, rəhimiyyət var, rəzzaqiyyət var, şafilik var, müafilik var, cəbbarlıq. Yəni, Allahın bütün sifətləri özünü göstərir. Yəni, bir bəndənin, oruç tutan bəndənin Allah Taala'nın hansı adıyla üzləşməsinə ehtiyacı varsa, hamısı bu ayda var. Baxın, biz xəstə oluruqsa, məntiq nədir? Mən xəstəyəm, sağalmaq istəyirəm, dərmanların təsiri azdır. Deməyəcəm ki, ya müntəqim mənə şəfa ver, ay intiqam alan Allah mənə şəfa ver. Deyəcəm, ya şafi, ey şəfa verəm, mənə şəfa ver. Və ya mən ruzi istəyirəmsə, sən deməyəcəm ki, məsələn, ya cəbbar mənə şəfa ver, ya qəhhar mənə şəfa ver, ya ruzi ver. Hər bir istəyimə uyğun Allahın adını çağıracam. Bu ay da Ramazan ayında bütün adlar Allah adında cəmlənib. Bu ay Allah Taala'nın kamil təcəllə ayıdır. Kamil şəkildə cilvələnmə ayıdır. Yəni, yer, söhbət məkan olaraq yerdən getmir də, insan həyatı Allahın adlarındakı bütün rəhmətlərlə, bütün nemətlərlə, bütün lütflərlə bürünüb bu ayda.